Nazirlik tərəfindən həyata keçirilən ən mühüm sosial layihələrdən biri olan özünə məşğulluq proqramı çərçivəsində az təminatlı ailələrə fərdi təsərrüfatlar yaratmaq üçün müəyyən aktivlərin verilməsi ilə dəstək göstərilir. Proqramın əsas məqsədi ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, habelə ölkədə işsizlik səviyyəsinin azaldılmasıdır. Bu proqrama 2025-ci ilin 11 ayı ərzində Nazirlik tərəfindən 16,5 min nəfər şəxs cəlb olunmuşdur. Onlardan 8,7 min nəfəri kənd təsərrüfatı, 7,8 min nəfər isə istehsal xidmət istiqamətləri üzrə proqrama müraciət etmişdir. Eyni zamanda Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən məşğulluğa dəstək layihəsi özünə məşğulluq proqramının genişlənməsində və əhalinin sosial rifahının yüksəlməsində mühüm əhəmiyyətə malikdir. Ötən dövr ərzində layihə uğurla icra edilmiş, 26 min nəfər aktivlərlə təmin edilmişdir. 2026-2029-cu illəri əhatə edəcək layihənin ikinci fazası üzrə isə daha 30 min benefisiara dəstək göstəriləcəkdir.